99 qəpiyə malakolar, 99 qəpi meyvə şişəsi, çay, 99 qəpi rulet, 99 qəpi mayonez, konservalar, 99 qəpi ketçuplar, 99 qəpi makaron lavranski 50 qəpiyədir. Soğanın qiyməti 15 qəpi, kartofun qiyməti 89 qəpi. Hələ bu göstərdiyim qiymətlər, bu dediyim qiymətlər bugün olan adi endirim qiymətlərdir. Lakin olmağı tarixində Sumqayıtın ən böyük ərzaq mağazalarından biri olan Ucuz Marketin ad günü olacaq və yenə deyirəm bu göstərdiyim qiymətlər hələ bugün olan adi endirim qiymətlərdir. Siz təsəvvür edin, görün olmağı tarixində burada nələr olacaq, nələr. Və əziz dostlarımız, videoları hər kəsə paylaşın ki, hər kəs də bilsin, hər kəs gəlib bu endirimlərdən faydalanabilsin. Hələ bu günlərim adi günlərdən biridir. Fileyin qiyməti 6 manat 99 qəpidir. Mayonezi 2.89. Hələ bu cür hədiyyəli bağlamalı məhsullar 99 qəpi ruletlər satır və gördüyünüz kimi hər kəs kişi ilə daşıyır. Ümumiyyətlə meyvə tərəvəzdə burada satış limitsizdir. Nəyə ki meyvə tərəvəzdə bütün bölmələrdə. Bugün isə həftənin 6-cı gündür. Bildiyiniz kimi hər həftənin 6-cı bazar günü Ucuz Marketdə bu göstərdiyim qiymətlər olur. Çünki həftə sonu endirimlər olur. Bütün bölmələrdə, ərzaqlarda, qeyri-ərzaq bölməsi. Ümumiyyətlə burada çeşid görürsünüz, həddindən artıq çoxdur. Qazandan paltar, xalça palaza qədər burada hər şey satılır. 3 mərtəbəli böyük mağazadır və çeşidləri burada sadalamaqla bitməz. Hər gün böyük endirim kampanyaları olur və bir daha xatırladım ki 10 may tarixində Ucuz Market Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən bu mağazanın ad günü olacaq. Hər kəs dəvətlidir.